Məni milyonçu verilişinə çağırıblar. Birinci özüm də elə bildim ki, bu zarafatdır, amma hal-hazırda mən kasinoya gedirəm. Gəlin baxaq. Adi bir gün idi. Bir də gördüm mesaj gəlib. Baxıram ki, milyonçu oyundan. Əslində heç inanmadım. Düşündüm ki, kimsə mənimlə zarafat edir. Sonradan isə bacımla danışandan sonra aydın oldu ki, aylar öncə mənim kiçik oğlum Kamal məndən ora qeydiyyata düşməyi xahiş etmişdi. Birinci düşündüm ki, məni birbaşa oyuna çağırırlar. Elə həyəcanlandım ki, beynimdə oğlumu çoxdan anlayırdım. Axı mən hazırlıqlı değildim. Sonra anladım ki, bu sadəcə seçim turudur. Amma bundan da yəni keçmədim və gedib bütün prosesi görmək istədim. Düşündüm ki, mən elə həmin oyun zalını görsəm dünyanın ən xoşbəxti olaram. Amma burada da yanıldım. Seçim turları içəri şəhərdə keçirilirdi. Milyonçu oyununa qoşulmaq üçün ölkənin hər bir tərəfindən gələn var idi. Kimi Ucardan, kimi Naxçıvandan, kimi Şamaxıdan və içəridə baş verən qeyri-müəyyənlik hər kəsi həyəcanlandırırdı. Həyəcan oyunu yarısı məhv edir. Həyəcan. Bilirəm ki, bu oyuna maraq çox böyükdür. Hər bir yaş kateqoriyasında olan insan özünü sınamaq istəyir. Amma hər kəs burada hörmətli yaşda olan bir insanın çoxundan daha savadlı olduğunu və sualları yaxşı cavablandırdığını deyirdi. Ona görə də mən onunla həmsöhbət olmaq istədim. Siz iştirak elədiniz bir milyonçu şousunda kastinqə gəlmisiniz. Necədir suallar? İştirakçılara müvəffəqiyyətlər arzulayıram. Suallar da yaxşı suallar oldu. İndi hərə öz gücünə görə suallara cavab verdi qızım. Əksən, neçə yaşınız var? Mənim 70 keçir. İnşallah ki, sizi efirdə görərik. Allah qoysa qismət olur. Maşallah, fərasətli qardaşıdır. Əlbəttə ki, heç bizim şübhəmiz yoxdur. Sağ olun. Sağ olun balam. Axır ki, içəridən bir nəfər çıxdı və içəri daxil olma qaydalarını bizə izah etdi. Amma hər kəsin beynində bir sual vardı. Görəsən suallar necə olacaq? Asan ya çətin, məntiqli ya məntiqsiz? Axır ki, bizi içəri buraxdılar. Amma elə burada da maraqlı bir hal baş verdi. İzləyicilərimdən birinin məni salamlaması məni həm təəccübləndirdi, həm də xoş bir bonus oldu. Salam, tanımadım. Sizi izləyəcəz. Doğrudan? Şad oldum. Sizə də. Sən demə, Ceyran mənimdir mahnısı bütün Azərbaycana səs salır. Hər kəsə uğur arzulayıram. İnşallah ki, yaxşı olar. Mən də sizə uğurlar arzulayıram. Sağ olun. Budur, artıq biz otağa daxil oluruq. Burada masaların üzərində qələmlər var. Kim harda istəsə və kimlə istəsə otura bilər. Heç bir qayda yoxdur. Ağıllı biri ilə oturun mənə kömək edər düşüncəsi isə tamamilə yanlışdır. Qoyulan vaxt o qədər qısadır ki, heç anketi belə doldurmağa az qala bəs etmir. Necə ki məndə oldu. Sualları burada sadalamayacağam çünki bu qaydalara ziddir, amma zəminə suallar necə idi soruşsanız bir sözlə belə deyərdim. Kim zəngin olmaq istəyir verilişi ictimai televiziyanın efirində Böyük Britaniyanın Sony Pictures Television şirkəti tərəfindən verilmiş lisenziya əsasında yayınlanır. Elə üzümdən də görünür ki, heç razı deyiləm. Suyu süzülə-süzülə çıxıb gedirəm. Yolda növbəti dəstəni görürəm. Onlar da bizim kimi çox ümidlidirlər. Uğurlar hamınıza. Yenə də düşərkən növbəti izləyicimi gördüm. Ceyran mahnısı ilə məni tanıyırdı. Yeri gəlmişkən həmin Ceyran mahnısını kanalımda dinləyə bilərsiniz. Və növbəti iştirakçı ilə tanış oldum. O çox gözəl və həm də ağıllı bir xanımdır. Elə siz də onu tanıyın. Sevinç xanım, siz Lənkərandan gəlmisiniz də. Özünüz haqqınızda bir balaca. Reyzət müəllimiyəm. IK deskdə oxumuşam Kod Akademiyada. Hazırda müəllim kimi fəaliyyət göstərirəm. Nə gözəldir. Necə yazdınız? Yaxşı yazdım məncə. Uğurlar sizə. Çox sağ olun, təşəkkürlər. Sağ olun. Beləliklə həyatımda belə bir maraqlı gün öz yerini tutdu. Orada olarkən iştirakçıları soru-sual etmişdim. Bəziləri 5 il qabaq anket yazmışdı, bəziləri isə mart ayında yazmışdı. Bilmirəm hansı kriteriyalara əsasən iştirakçıları oyuna dəvət edəcəklər. Kimi deyirdi anketin maraqlı olmalıdır, kimi deyirdi maksimum düz cavab yazmalısan. Amma mən iştirakçılara uğur, milyonçu oyununa isə biraz insaf arzu edirəm.